Cavab yazıb İntiqam Kəlbəcərli. Demək ki, birinci öz şeirimi deyim. Yazmışam ki, ötənləri tez-tez yaza salmağım. Ötənləri tez-tez yada salmağım. Xatirəmdə uşaqlığa dalmağım. Tez yorulub ağır nəfəs almağım. Qocalıqdan xəbər verir görəsən. Dizlərimdən təpərimin itməsi. Gözlərimdən nur işığın getməsi. Göz önümdən ahirətin ötməsi. Qocalıqdan xəbər verir görəsən. Yarpaqlar tökülüb xəzan olursa, görərkən bunları gözüm dolursa, əllərim saçımdan ağ teli olursa, qocalıqdan xəbər verir görəsən. Ay talihə, yolun zülmət göründü, yağış yağdı, duman sisə büründü, ayaqların yerimə süründü. Qocalıqdan xəbər verir görəsən. Çox sağ olsun, şair dostlarımızın bir çoxları buna şeir yazıb. Ürək var olun, dörd ürək qadan alın. Güzel sözləriniz üçün var olun. Mənim İntiqam qardaşım da Kəlbəcərli, İntiqam Kəlbəcərli şair qardaşım da o da yazıb, belə bir nəzirə yazıb. Yazır ki, qocalığın çalınmasın heç zəngi. 90'da 100'də cavan qalasan. Yaraşar mı sənin kimi gözələ? Qocalma, ay gözəl, yaraşmaz sənə. Mələklərin mələksən biləsən. Ümid olsun addımların hər yolun. Gülüşündə bahar yatsın, yaz atsın, ürəyində sevgi daim yaşasın. Hələ tezdir, qocalıqdan danışma. Dağ qoynunda açan gülsən, çiçəksən. Qocalıq kəlməsi dildə tutuşmaz, ay talihə. Gülə solmaq yaraşmaz. İntiqamam, doğma yurdum Kəlbəcər. Gözəl səsin məni edir dərbədər. Qəbələdə açan çiçək tərləcək. Ay talihə, sən qocalma sən Allah. Var olay İntiqam. İntiqam ürəyidir, həqiqətən İntiqam Niko elə gözəl insandır ki, şair qardaşımdır mənim. Maylı, xoş gəlmişsiniz. İntiqam maşallah kitabı da çap olunub, nəşrə çıxıb və insanam ki, dözümlülüyünü görüp yəni, o da məni həvəsləndirir. kitabında Şeyin ən yaxşısını mənə yazdığı şeiri yer alır. Hər gün lazım verirəm. Toplam ev